Herkese selamlar. Bugün sizlerle artık yeni bir mevzuya başlayırıq ve bizim bu mevzumuz xaricdən mal alışı olacaq. Gəlin görək necə aparılır. İlk öncə qeyd edim ki, xaricdə mal alarkən bir neçə mərhələ var ki, onları keçmək lazımdır. Bizim deməli birinci mərhələmiz odur ki, ilk öncə biz kontragent yaratmamız lazımdır. İkinci nomenklatur yaratmamız lazımdır. Üçüncü bank hesabı, yani dolar bank hesabı. Bildiğimiz gibi biz təsisatçının bank hesabı, ümumiyyətlə şirkətimizin bank hesabı yaradarkən ancaq AZN yaratdıq, yəni milli valyuta ilə yaratdıq. Amma xaricdə mal alarkən bildiyimiz gibi ya avro, ya dolar və yaxud da ki hansı valyutadan istifadə ediriksə mütləq şəkildə həmin valyuta hesabımız olmalıdır bizim. Ona görə də qeyd etdiyim kimi bank hesabı da yaratmalıyıq və bundan əlavə daşınma xidməti də olmalıdır ki, bizdən aldığımız mallarımızı daşısın, yəni çatdırma xidməti olmalıdır və ən nəhayət, ən vacib olan isə gömrük. Burada artıq biz gömrük hissəsinə də toxunmuş olacağıq, yəni gömrükdə artıq necə mal alacağıq, necə proseslər olacaq, hansı sənədlər lazımdır və s. kimləri öyrənəcəyik. Bundan sonra artıq biz bunları həll edəndən sonra demək olar ki, biz rahat şəkildə mallarımızı xaricdən ala bilərik. İlk öncə gəlin başlayaq kontragent yaratmaqla, çünki kontragentlər çox vacibdir və həmin kontragenlərlə biz başlayacağıq. Həmçinin də valyuta alışı da edəcəyik burada. Onun üçün nə edirik? Bildiyimiz kimi kontragent yaratmamız üçün aşağıda olan kontragenlərə daxil olmalısınız. Burada həm kassadan, həm alışdan, həm bank hissəsindən, satışdan, istənilən menyudan bu kontragenlər olan hissəyə daxil olmalısınız. Klikləyirik burada və yenidən öz papkamızı tapırıq, yenidən klikləyirik və burada artıq alışlara daxil oluruq, alışları klikləyirik. Görürük ki, hələ ki bizim Samsungla varımızda alışımız və bu milli olduğuna görə təsəvvür etdik ki, Azərbaycanda Samsung şirkəti var və onunla biz telefon aldıq. İndi isə biz təsəvvür edək ki, artıq bizim şirkətimiz telefon alışı edəcək, yəni Apple şirkətindən birbaşa alış edəcək. Bunun üçün nə edirik? Ola bilər ki, bu Amerikada olmasın, ola bilər Dubayda olsun və s. kimi. Buna görə də hər hansı bir mütləq şəkildə kontragenlər yaratmalıyıq. Birinci kontragenimiz olsun, gəlin kimdən alacaqsa o. Bunun üçün nə edirik? Əlavə etmə düyməsini sıxırıq və belə bir pəncərə açılır və alacağımız şirkətin adını yazırıq. İstənilən ad yaza bilərsiniz. Məsəl üçün yazaq elə Apple şirkəti. Biz birbaşa alış edirik. Adı yazandan sonra vəyenin də mütləq şəkildə nə göndərəcəksə onu yazmaq lazımdır. İndi biz özümüzdən yaza bilərik. Çünki təlimdir. Ünvan və telefonları qeyd etmək lazımdır. Amma indi bizdə təlim olduğuna görə bunları qeyd etmirik. Əlaqələri də qeyd etmirik. Amma bunlar hər biri real iş mühitində qeyd olunur. Ən vacib isə hesablar müqavilələrdir. Mütləq şəkildə bank hesabı yaradılmalıdır. Bunun üçün nə edirik? Klikləyirik. Yenidən yes düyməsini klikləyirik və belə bir pəncərə açılır. Demək olar ki, kontragenlə digər kontragenlər eynidir. Amma burada ən əsas diqqət edilməli cəhət valyutadır. Bildiyimiz kimi biz Apple şirkətindən alış ediriksə, biz onu Azərbaycan manatından, yəni milli valyuta ilə alış edə bilmərik. Ona görə də mütləq şəkildə bizim valyutamız, indi biz Amerika ilə əlaqə yaradacağıq deyə dollar olacaq. Bunun üçün də mütləq şəkildə burada valyutanı dəyişmək lazımdır, eləmək lazımdır dollar. Daha sonra hesab kodu özümüzdən indi yazırıq, amma bildiyimiz kimi orada bizə verilir. Sonra bank hesabı da buradan klikləyirsiniz və həmin o şirkətin sizə göndərəcəyi bank hesabını qeyd etməniz lazımdır. Təsəvvür edək ki, bizə bu xarici valyuta, yəni xarici bank hesabıdır bu və onu bizə təqdim edib və onu 2 dəfə klikləməni avtomatik olaraq düşdü və bundan sonra artıq heç bir şey dəyişməyə ehtiyac yoxdur. OK düyməsini sıxırsınız və gəlir ən əsası müqaviləyə. Müqavilənin də dediyimiz kimi növünü dəyişmək lazımdır, adını dəyişmək lazımdır. Bunun üçün klikləyirsiniz. Dedikdən sonra kontragenin adı olduğu kimi qalır. Prosta burada adı hissə, müqavilənin adını dəyişib rahat tapmanız üçün yaza bilərsiniz xaricdən mal alışı.
Qeyd etdikdən sonra mütləq şəkildə müqavilənin növünü dəyişirik. Edirik bu tədarükçü, çünki biz ondan mal alacağıq. O bizim tədarükçümüz sayılır və ən əsası hesablamanın valyutasını. Onu dəyişirik, eləyirik dollar valyutası, çünki biz ondan qeyd etdiyim kimi dollarla əlaqə saxlayacaq və başqa heç bir şey dəyişməyə ehtiyac yoxdur. OK düyməsini sıxmaqla artıq biz hesab bir yaratdıq, kontragent yaratdıq və digərlərinə də baxırıq ki, eynidir və heç bir şey əlavə etməyə ehtiyac yoxdur. OK düyməsini sıxırsınız. Bu oldu bizim şirkətdən, yəni alacağımız şirkətin elə bir kontragent müqaviləsi. Artıq şirkətlə, xarici şirkətlə müqavilə bağladı. İndi keçirik, artıq gəlirik Azərbaycan hissəsinə. Bildiyimiz kimi biz bu şirkətdən alarkən biz həm gömrüyü görəcəyik, həm daşınma xidmətimiz olmalıdır, həm də bizim dollar valyutası olan bank hesabımız olmalı. Bunun üçün də mütləq şəkildə biz bu 3 kontragenti də yaratmalı lazımdır. Yaradacağımız gömrükdür. Qeyd etdiyimiz kimi biz mütləq şəkildə gömrükdən də iş görəcəyik. Ona görə də ondan da müqavilə bağlamalıyıq. Yazırıq gömrük xidməti. Müəyyənindəki dövlət müəyyənə olur. Bildiyimiz kimi ünvanda, telefonlarda qeyd etdiyim kimi buna hələ ki toxunmuruq, amma realda mütləq yazmalısınız. Hesablar müqaviləsinə yenidən gəlirsiniz, bank hesabı klikləyirsiniz, yenidən YS hesabını klikləyirsiniz və burada artıq hər hansı bir hesab kodu yazırsınız və sizə veriləcək, məsəl üçün, gömrüyün öz hesab bankı olur ki, onu seçməniz lazımdır. Təsəvvür edək ki, bu bank respublikalarından işləyir gömrük. Amma qeyd etdiyim kimi mütləq real iş mühitində bu olmalıdır dəqiq. Valyutanı isə mütləq şəkildə AZN ilə olmalıdır. Bir sözlə, biz dolları ancaq xarici şirkət üçün yaradırıq. Amma qalan gömrükdür, daşınma xidmətidir, Azərbaycanda baş verən bütün fəaliyyətlər hamısı valyutası AZN ilə olur. Ona görə bunu qarışdırmırıq və ona görə bu valyutaya toxunmuruq. OK sıxırsınız. Gəlirsiniz burada müqavilənin adını dəyişirsiniz, yazırsınız. Məsəl üçün, yazaq gömrük tutulmaları. Və müqavilənin növünü dəyişib digər qoyuruq. Qeyd etdiyim kimi dövlətə verəcəyimiz vergilər olsun, ƏDV borclar olsun, bir sözlə gömrüklə olan bütün müqavilənin növləri digər gedir. Çünki nə biz ondan mal almırıq, nə də mal satmırıq. Hesab valyutası da AZN qalır. Qeyd etdiyim səbəbi niyə AZN qalır? Ona görə də toxunmuruq buna və OK sıxırsınız. Və bununla da artıq bizim bağlandı, gömrüklə müqaviləmiz də oldu və keçirik nəhayət gömrükdə olan malımızı bizə daşınması. Bu əlbəttə ki, daşıma xidməti varsa onu istifadə edirsiniz. Yəni bu daha çox iri həcmli materiallar üçün istifadə olunur ki, məsəl üçün, siz özünüz getmirsiniz gömrüyə, oradan daşınma xidməti ilə gətirirsiniz. Ola bilər ki, indi telefon alışı olsun, satışı olsun, xırda şeyləri siz özünüz gedə bilərsiniz. Amma gəlin indi təsəvvür edək ki, indi biz düzdür telefon alsaq da, kompüter və yaxud da planşet alsaq da, təsəvvür edək ki, daşınma xidmətindən istifadə edirik və onun da müqaviləsini yaradaq. Və yenidən üstə gəlməni klikləyirsiniz, belə bir pəncərə açılır. Təsəvvür edək ki, biz hər hansı, məsələn, 777 nömrəli daşınma xidmətindən daşırıq edirik və böyüyünü də yazırıq. Ola bilər bu fiziki şəxs olsun, ola bilər hüquqi şəxs olsun. İndi bunu siz özünüz müəyyən edirsiniz və təsəvvür edək ki, bu hüquqi şəxsdir, artıq şirkətdir. Ünvan və telefon əlaqələrini qeyd etdiyim kimi yenidən yazmırsınız, əsas keçirik hesablara. Bunun üçün eləyirik, bank hesabına klikləyirsiniz. Burada üstə gəlmə işarəsini. Ondan sonra yes-i klikləyirsiniz və belə bir pəncərə açılır. Özümüzdən bir dənə kod yaz. Bundan sonra gəlirsiniz valyuta hissəsinə. Valyuta hissəsini dəyişməyə ehtiyac yoxdur. AZN qalır. Çünki qeyd etdiyimiz kimi Azərbaycan ərazisində aparılır. Sonra gəlirik həmin o 777 daşıma xidmətinin elə bir hesab koduna. Bunun üçün 3 düyməni klikləyirsiniz, gəlir hər hansı bir bankı seçək, gəlin Xalq Bankı seçək ki, bu Xalq Bankdan işləyir və ondan sonra OK sıxırsınız. Sonra gəlir növünə, müqavilənin növünə klikləyirsiniz, adını dəyişib yazırsınız daşınma xidməti və müqavilənin növünü dəyişirik, tədarükçü qoyuruq, çünki o bizə xidmət satır və biz elə bir
onun alıcısı gedirik. Daha digər hesablama valyutasına dəyişməyə ehtiyac yoxdur, çünki AZN olur və OK sıxırsınız və bununla da artıq bizim müqaviləmizlə bağlandı. İndi isə gəlin bank üçün də müqavilə bağlayaq ki, hansı bankdan biz valyuta alış edəcəyik. Bunun üçün əlavə etməyə klikləyirsiniz. Bankımızın adını yazaq, gəlin yazaq kapital. Təsəvvür eləyək ki, kapitaldan alış edəcəyik. Hüquqi şəxsdir və böyənin də hər hansı bir yaza bilərsiniz. Ünvan, əlaqə, bunları qeyd etdiyim kimi biz yazmırıq, amma realda yazılmalıdır. Hesablara daxil olursunuz, üstə gəlməni klikləyirsiniz, yenidən klikləyirsiniz və hər hansı bir hesab yazırsınız özünüzdən. Əlbəttə ki, bu sizə veriləcək o hesab. Valyuta AZN olduğu kimi qalır, çünki biz Azərbaycandan alış-satış edirik. Və gəlirik bura, kapital bankımızı seçirik. 2 dəfə klikləməklə artıq avtomatik olaraq düşdü. OK sıxırsınız. Sonra gəlirsiniz burada onun müqaviləsini dəyişirik. İndi biz də yazırıq ki, valyuta alışı. Evimizdə bizim digəri düşür. Çünki biz bundan nə mal alırıq, ondan bizə nə mal satmır. Ona görə də OK sıxırsınız və yenidən OK sıxırıq. Və artıq kapital üçün də yaratdıq. Və demək olar ki, artıq biz müqavilələrimizi də yaratdıq. Hər birini və indi növbəti addımlara keçəcəyik.